Salam, hər vaxtınız xeyir. Demək, məndən bəzi izləyicilər kiçik ölçülü bitkiləriniz varmı? Varsa videosunu çəkə bilərsinizmi, baxaq deyə bir xahiş elədilər. Mən də ona görə əldə olan kiçik ölçülü bitkilərimin demək videosunu çəkmək qərarına gəldim. Bu kaladiumdur. Demək, kaladium bridiburuş növüdür. 3 yarpaqlıdır hal-hazırda. Bu demək macəvi kalanxoyadır. 3 köklü, 3 kökdən ibarətdir. Nəzərinizə çatdırım ki, bu demək Syngonium növüdür. Syngonium alba, ağ yarpaqlarına baxın. Bir dənə kiçik ölçüdə black fikusumuz var, qara fikus. Qiymətlə bağlı zəhmət olmasa WhatsAppda ya direktdə yaza bilərsiniz. Balaca ölçüdə spatifilum, Aglaniuma vanilla baby növü var burada bir əldə. Sonra demək Stromanta Triostar Calathea növü var burada, 2 köklü. Küsəngülümüz var burada, bir ədəd küsəngülümüz var. Amma böyük ölçüdən də balaca deyil gördüyünüz kimi. Sonra burada bizdə nə var? Epiperum var, Happyleaf manjula da deyirlər. Sonra Monstera adenosine növü var burada. Demək, dibçəkdə əkilib hazır formada. Yarpaq gəlir. Sonra demək, bu bitkimiz yaşıl yarpaqlı növü Burlomax, Philodendron Burlomax. Bu da həmçinin dibçəkdədir. Burada demək belə bir bitkimiz var. Chlorophytum bitkisi var. Qeyd edeyim ki, oksigen verən bitkilərdən biridir. Bol oksigen verir bu bitki. Sonra belə bir fikus növümüz var. Variegat fikus növü. Belə bir də ümumi çəkirəm. Yəni kim istəsə, kim hansı bitkidən istəsəm, yəni yazıb soruşa bilər. Ya rəylərdə, ya SMS hissəsində. Burada benim bunu da ümumi çəkim. Fikusumuzun ölçüsünü çəkim sizin üçün.